Belə çətin paduqanı kopyalamaq üçün ikinci üsulunu sizə göstərirəm. Bunun üçün bizə Rail Clone plugini kömək edəcək. Plugini i2 Soft saytından yükləyə bilərsiniz. Produkt bölməsində Rail Clone seçirsiniz. İki variantda molding üçün yol çəkmişəm. Biri oval, biri isə düz. İki eyni moldingimiz var. Sadəcə birinin üzərində əlavə segmentlər yaratmışam ki, oval döngədə düzgün işləsin. Rail Clone istifadə etmək üçün obyektimizi seçək. Create bölməsində standartı i2 Software seçirik və Rail Clone Like kənardan çəkirik. Rail Clone modifierına keçid edirik və burada Open Style Editor var. Onu açırıq. Belə bir pəncərəmiz açılır. Buradan bizə liner lazımdır, spline lazımdır və segment lazımdır. Spline'ın üzərinə klik edirik. Non bölməsində çəkdiyimiz spline'ı seçirik. Segmentin üzərinə klik edirik. Non bölməsində segmentimizi seçirik və spline'a qoşuruq. Segmenti isə default'a qoşuruq. Artıq spline üzərinə bizim moldingimiz əlavə olunub. Karnizi viewportda görmək üçün Rail Clone'da aşağıda display bölməsi var və burada viewport mesh edirik. Mesh etdikdə biləsiniz ki, səhnəmiz ağırlaşacaq və bizim karnizimiz spline-dan demək olar tam ideal oturur. Gəlin ikinci oval karnizimizi də edək. Rail Clone'umuzu açaq və spline-a klik edib artıq bu spline-ı seçirik. Segmentimizi seçib isə digər paduqanı seçirik. Nəticədə ideal formanı əhatə edən moldingimiz yarandı. Sən də işini tezləşdirib səhnəni daha tez və rahat şəkildə yığmaq istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.